ağrıdan əziyyət çəkən insanlar diqqətlə qulaq asın. Əgər deyirsinizsə ki, doktor, ayaqqabımı, corabımı soyunub geyinə bilmirəm, belimdən tutur, çanaqdan tutur, qasığa doğru yayılan və oradan da dizə doğru yayılan ağrım var, hərəkət edə bilmirəm, pilləkən çıxıb düşə bilmirəm, oturub qalxa bilmirəm, daha çox hər zaman budun dibinə, yəni qasıq bölgəsinə vuran ağrım var. Belə durumda birinci ağlınıza nə gəlməlidir? Demək ki, oynağımda problem var. Hansı oynaqda? Bud çanaq oynağında. Bizim pasiyentimiz də gənc bəyəfəndi, sol bud çanağında daha çox olmaqla hər ikisində ağrısı var. Qasıqdan başlayıb dizə doğru yayılan ağrıları var, hərəkət məhdudiyyəti var. Bizi ilk növbədə bu şikayətləri eşidəndə hər zaman bud çanaq oynağında yeyilmə, orada olan problem və ya avaskular nekroz düşündürür. Bəli, düşüncələrimiz üstə düşdü. Rentgen müayinəsi göstərdi ki, xəstənin sol bud çanaq oynağı 4-cü dərəcəli koksartrozdur, yeyilmə, oynağın yeyilməsi, həmçinin yanaşı olaraq oynağın çürüməsi, yəni avaskular nekroz. Bu həddə çatdırmayın, yəni bu əslində əməliyyat göstərişidir. Amma xəstəmizin gənc olması və digər sağ oynağının az dərəcədə yeyilməsi bizə daha çox şans verir, imkan verir ki, kök hüceyrə ilə bunu qurtaraq. Və kök hüceyrəni etdik. Görüntülərdən də görürsünüz, narkoz yox, kəsik yox. Buradaca əməliyyatxanada həstəmizdən aldığımız piyi hazırladıq, aparatlardan, xüsusi filtrlərdən keçirdik, hüceyrələri saf şəkildə ayırıb oynaqların içərisinə yeritdik. Bu da oynağın oturduğu çaşqası. Burada ikinci dərəcəli koksartroz var, giriş nöqtəsində daralma var, osteofitlər var. Biz burada elədik, çünki bu gəlib buna çatmaz. Amma sola baxaq. Bax, oynaq çürüməsi budur, fikir verin. Burada oynağın forması top şəklindədirsə, burada isə oynağın forması artıq itib, kənarları kələ-kötür olub, oynağın içərisində sümüyün strukturası osteoporoza xarakterik, yəni bu avaskular nekroz deməkdir. Biz buna baxmayaraq yenə də iynə ilə düşdük oynağın içərisinə, oynağın içərisində olduğumuzu təsdiqlədik. Kontrast maddə vurduqdan sonra görəcəksiniz, baxın, bura diqqətlə baxın, oynaq necə boyanacaq. Bax, oynaq boyandı, bir daha tam kapsulasına qədər gəldi. Biz bunu gördükdən sonra artıq kök hüceyrəmizi doldurduq. Düz oynağın bütün kapsulasına doldurduq oynaq içərisi və ətrafına. Bu artıq kök hüceyrənin doğru yerə yeridilməsinin bir daha sübutudur. İnşallah ümid edirəm ki, pasiyentimizi bu prosedurla, yəni kök hüceyrə proseduruyla həm əməliyyatdan qurtaracaq, həm bu ağrılardan qurtaracaq və avaskular nekrozun daha da şiddətlənib bir mənalı, mütləq şəkildə əməliyyata getməsinin qabağını almış olacaq.